Salam değerli riyaziyyat severler ve sevmeyenler. Bugün biz 2022-ci il aprel ayının 23-də olan 9-cu sinif buraxılış suallarının izahına baxacağıq. Birinci sualdan başlayırıq. Deməli, A bucağını bizə verib beta olduğunu, B bucağının 70 olduğunu verib, C bucağının 30 olduğunu, D bucağının da alfa olduğunu verib, alfa çıxılsın betanı bizdən istəyir. Necə işləyərik uşaqlar? Birincisi, gəlin ortadakı bucağa, hər hansısa bucağa x adını verək. Və biz bilirdik ki, 3 bucağın cəmi nə olması lazım? 180 olmalı. Yəni əslində burada 70 üstəgənsin x üstəgənsin beta eyni zamanda bərabər olmalıdır x üstəgənsin alfa üstəgənsin 30-a. Çünki niyə hər ikisi 3 bucaqdır və 3 bucağın daxili bucaqların cəmi 180 olmalıdır. Mən də ayrı-ayrılıqda sanki 180-ləri bərabərləşdirdim. Hər ikisində x var. Bunlar gedər. Qalacaq 70 üstəgənsin beta bərabərdir alfa üstəgənsin 30-a. Bizdən alfa çıxılsın betanı istəyir. Ona görə də nə edərəm? Betanı digər tərəfə keçirərəm, 30-u 70 tərəfə. 70 çıxılsın 30 bərabərdir alfa çıxılsın betaya. Bizdən də alfa çıxılsın betanı istəyir. Alfa çıxılsın beta da eləyəcək 40. Deməli, cavab A variantı. İkinci sual, ifadənin vuruqları ayrılır. Hər ikisində nə var? 3 ortaqdır. 3-ü çıxardınca birincidə A qalır, ikincidə B qalır. Üçüncü suala baxırıq. Bərabərsizliyin ən kiçik natural həllini tapın deyir. Deyir ki, bizə 2x böyükdür bərabər 4-dən. Hər tərəfi 2-yə böldükdə x böyük bərabər olur 2-dən. 2-dən böyük bərabərsə, deməli 2 də daxildir. 2-dən böyük bərabər, yəni 2 müsbət sonsuzluqdur. Ən kiçik həllini istəyir. Ən kiçik natural həlli isə təbii ki, 2-ni götürə bildiyi üçün 2 olacaq. Növbəti suala baxırıq. Deyir y 0-dan kiçikdir. 9-dan kök 3 çıxır. X üstü 4-dən x-in kvadratı çıxır. Y üstü 6-dan y üstü 3 çıxır. Amma indi bir şey diqqət edirik. Normalda bizim ifadəmiz nədir? Hər biri modulda çıxmalıdır. Zaten digərləri 3 rəqəmli modulu elə müsbət verir. Digəri x-in kvadratı kvadratikdir. Onsuz da mənfini müsbətə çevirəcək. Geriyə qalır y kubu. İndi bir şey diqqətdən yadınızda saxlayın. Hətta bunu ulduzlayıram çünki əhəmiyyətli bir hissədir. Normalda əgər A sıfırdan böyükdürsə, modulda A-dan elə A-nın özü çıxır. Amma A sıfırdan kiçikdirsə, modulda A-dan onun mənfisi çıxacaq. Yəni bu o deməkdir ki, zaten A mənfi bir ədəddir. Mənfi bir ədədi elə mənfiyə vurmamız lazımdır ki, o modulda müsbəti çıxmış kimi görünsün. Belə, demək ki, burada əgər y-ımız mənfidirsə, onun kubu da mənfi eləyəcək və modulda mənfidən nə çıxasıdır? Mənfi ədəd çıxacaq. Yəni 3x kvadratı y üstü 3 amma mənfi ilə veriləcək. Və bir şey diqqət edin. Bunu yadımda saxlaya bilmirəm, mənim üçün çətindir deyə düşünürsünüzsə, bu zaman belə məntiqi düşünmədən direkt əzbərləyin ki, modulda A nə zaman mənfisi çıxır? Mənfi olduqda mənfisi çıxır, müsbət olduqda müsbəti çıxır. Rəqəm olarsa amma müsbət çıxır, mənfi də müsbət çıxacaq. Hərif olarsa mənfi çıxır, müsbət çıxır. Nə zaman? Təbii ki, tək dərəcələrə çevrildikdə. 5-ci suala baxırıq. Kəsirin x-in hansı ən kiçik natural qiymətində düzgün olmayan kəsir olar? Düzgün olmayan kəsir olması üçün nə olmalıdır? Sürət məxrəcdən böyük bərabər olmalıdır. 5-i digər tərəfə keçirəndə 5x böyük bərabərdir 25 çıxılsın 5-dən. 5x böyükdür bərabər olur 20-dən. Hər tərəfi 5-ə böldükdə də x böyük bərabər olur 4-dən. Bizdən ən kiçik qiymətini istəyir. Ən kiçik nədir? 4-ün özünü ala bilir, sonra 4-dən böyükləri alacaq. Deməli, cavab 4 olacaq. Tənliyi bizdən həll eləmək istəyir. Deməli, 5 mötərizəyi vurub açıram. 5 vurulsun 3x çıxılsın 5 vurulsun 4. Üstə gəlsin 2 vurulsun x çıxılsın 2 vurulsun 4. Bərabərdir 6-ya. 15x çıxılsın 20. Üstə gəlsin 2x çıxılsın 8. Bərabərdir 6-ya. 15x-dan 2x-i toplayanda 17x bərabərdir 6 üstə gəl 8 üstə gəl 20-yə. Rəqəmləri digər tərəfə keçirdim. 17x bərabərdir 34-ə, hər tərəfdə 17-yə böldükdə x də bərabər olur 2-yə, cavab B variantı olacaq. 7-ci suala keçirik. Təmliklər sistemində x, y hasilini bizdən istəyir. Öncə tərəf-tərəfə toplayaq uşaqlar. 2x-in üstünə x gələndə 3x eləyir. Mənfi y-da müsbət y 0 eləyir. 9-dan 12-ni toplayanda 21. Hər tərəfi 3-ə böldükdə də 21-i 3-ə böldükdə cavab 7 düşür. X 7-dirsə gətirib yerinə qoyuram. 7-nin üzərindən nəyi gəlsəm 12 eləyər. Təbii ki, 5-i gəlsəm. Deməli, y da 5-dir. Bizdən x, y hasilini istəyirsə, 7-ni 5-ə vuracam, cavab eləyəcək 35. 8-ci suala baxırıq. İfadənin qiymətinin tərsini tapın deyir. 3-də 1-dən 4-də 1-i çıxarım öncə. 3-də 1
Çıxılsın 4-də 1. Ortaq məxrac 12-dir. Birinci 12 olması üçün nəyə vurulmalıdır? 4-ə vurulmalıdır. İkinci 12 olması üçün nəyə vurulmalıdır? 3-ə vurulmalıdır. 12-də 4-dən 12-də 3 çıxanda 12-də 1 qalacaq. Və bunun deyir kvadratı. Bunun kvadratı ilə 121-də 1. Tərsini istəyir bizdən. 121-də 1-in tərsi 1-də 121-dir. Və 101-də 121-in cavabı eləcək 121. Burada yəqin ki, cavablarda nəsə səhvlik var. Bir daha baxsaq, 4-dən 3 çıxırıq. Eləcək 12. Üzr istəyirəm. 12-nin kvadratı, 11-in kvadratına baxdım mən. Yəni fikrim getdi. 12-nin kvadratı 144 eləyir. Bu da eləcək 144. Bir də 144 B variantı. 9-cu suala baxırıq. A çıxılsın B bizə deyir ki, deməli, AB çıxılsın BC bərabərdir 2-də 1 olarsa deyir, ifadənin qiymətini tapın. Öncəliklə uşaqlar, hər ikisində ortaq nə var? B var. B-ni çıxartsam geridə nə qalır? A çıxılsın C bərabərdir 2-də 1-ə. Və aşağıdakı ifadədə nəyə baxıram? A çıxılsın C hər ikisində ortaqdır. A çıxılsın C-ni çıxartdıqda nə qalır? B üstə gəlsin, üstə gəlsin B çıxılsın C. Buradan da B çıxılsın C-lər gedir. Geridə qalır 2B vurulsun A minus C. A minus C vurulsun B-ni bizə neçə verib? 2-də 1. Gətirib yerinə qoyunda 2 vurulsun 2-də 1. 2-lər ixtisar gedir, cavab 1 qalacaq. 10-cu suala baxırıq uşaqlar. 10-cu sualda nə deyir bizə? Bir də bu hissəni silək. 10-cu sualda deyir ki, x-i tapın deyir. Birincisi, gəlin uyğun bucaqları adlandıraq. A bucağı alfadırsa, C bucağı da alfadır, çünki özü verib oxşardır. D bucağı bettadırsa, B bucağı da bettadır. İndi deyirəm, alfa qabağındakı 9-un digər alfa qabağında x-in nisbəti, betta qabağındakı 6-nın digər betta qabağındakı 10-un nisbətinə bərabər olmalıdır. Çarpaz vurduqda 90 bərabərdir 6x-a, x də bərabər olacaq 15-ə. Cavab Y variantı. 11-ci suala baxırıq uşaqlar. Rəqəmlərini bir dəfə istifadə etməklə alınan ən böyük ədədlə ən kiçik ədədin cəmini tapın. Ən böyük ədəd hansı olacaq? 9, 8, 4, 3, 2, 1. Bəs ən balaca ədəd hansı olacaq? 1, 2, 3, 4, 8, 9. Və bunların cəmini istəyir. 0, 1, birinci də 9 gəndə 10, 0 yazdıq, 1 yadda. İkinci də 8 gəndə 10, 1 yadda idi, 1 yazdıq, 1 yadda. 3-ün üstünə 4 gəldikdə 7, 1 də yadda 8, 4-ün üstünə 3 gəldikdə 7, 8-in üstünə 2 gəldikdə 0, 1 yadda. 9-un üstünə 1 gəldikdə 10, 1 də yadda 11. Cavabımız eləyəcək bu, yəni neçə? 1000 artıq neçə veribsə onu variantlarda böyük ehtimal verilmiş olacaq. Keçirik ikinci, əbab vurulsun əkobu istəyir bizdən. 5-ə bölməsini alınan qalığı istəyir. Birincisi, əbab vurulsun əkob düstur nəyə bərabərdir? Əbab AB vurulsun əkob AB bərabər olacaq A vurulsun B-yə. Yəni 74-ü 102-yə vuracağıq. Və bizə deyir 5-ə bölünməsindən alınan qalığı tap. 5-ə bölünmə zamanı idi? Son rəqəmə fikir verirdik. Bunun son rəqəmi nə ilə qutarır? 4. Deməli qalıq 4-dür. Digərinin son rəqəmi nədir? 2. Deməli qalıq 2-dir. Ortada vurma var deyə qalıqları bir-birinə vurub 5-ə böləcəm. 4-ü 2-yə vurduqda 8, 8-i 5-ə böldükdə qalıq 3 düşəcək qalıq. Cavab eləyəcək C variantı. Keçirik növbəti suala. Verilənlərə əsasən şəkildəki fiqurun perimetrini bizdən istəyir və başqa bir şey ayəni verməyib. Fiqur haqqında. Baxın belə. Gəlin bu xətti, buradan özümüzdən bir xətt uzadaq. Bu xətti uzatdıq. Yuxarı 4-düsə aşağıda 4 olacaq. Çünki niyə? 8, 8 AB ilə C, K deyək, eyni olmalıdır. İndi burada düz bucaqlı 3 bucaq yarandı. 5 buradır, 4 burada avtomatik K-yə 3 olacaq. Və salam, AK da 6 olacaq, çünki BC-yə paraleldir. Perimetr istəyirdi bizdən. Perimetr AB 8-dir. Üstə gəlsin BC 6-dır. Üstə gəlsin CD 4-dür. Üstə gəlsin DY 5-dir. Üstə gəlsin AY də 9-dur. Bunların cəmini istəyir bizdən. Eləyəcək 10, 18, 23, 32. Cavab A variantı. Toxunan. Toxunan və kəsən arasında əlaqə nə idi uşaqlar? Düstur AB-nin kvadratı bərabərdir.
BS vurulsun BM. Yəni neynəsi uşaqlar? 6-nın kvadratı bərabərdir. BS-ni bilmirəm, x-dir. BM də nədir? X üstə gəlsin 9. Vurub açdıqda eləyəcək uşaqlar x kvadrat üstə gəl 9x çıxılsın 36 bərabər 0-a. Bunun diskriminantdan köklərini tapsam 9-un kvadratı 81, 81-in üstünə gələcəm 4 vurulsun 36. O da eləyəcək 81 üstə gəlsin 4, 36-ya vurduqda 144, cəmlədikdə 225, 15-in kvadratı eləyəcək. Birinci kökü, ikinci kökü tapmaq üçün deməli mənfi B çıxılsın, üstə gəlsin kök hətta diskriminant bölünsün 2A düsturundan istifadə edirik. Bu da eləyəcək mənfi 9-dan 15 çıxında cavab mənfi alınır. Ona görə mənfiyə baxmırıq. Çünki tərəf mənfi olanmaz. Mənfi 9-un üstünə 15 gəlirik. O da eləyəcək 6. 6-nı da 2-yə böldükdə cavab 3. Bizdən nəysə səhv mi getdik acaba? BS-ni istəyir. SB. Yox, bildiyim qədərilə səhv bir şey eləməmişik. 5, 2, 225, 15-in kvadratıdır. Mənfi 9-un üstünə 15 gəldikdə eləyir 6. 6-nın da yarısı 3 eləyir. Yəqin cavablarda bir səhvlik var. Çünki biz gedişatı düz eləmişik. Böyük ehtimal cavablarda səhvlik olacaq. Yox uşaqlar, mən MC-ni 9 götürmüşəm. Bizdə amma BM-i verib. BM-i 9 verib, bütöv 9-dur. O zaman biz bura x vurulsun, x plus 9 yerinə x vurulsun 9 yazmamız lazımdır. Yəni bir daha ifadəni geri qayıdıb işləsək, buyur istəyirəm. Deməli, nə edəcəyik? AB-nin kvadratı bərabər demişdik. BS vurulsun BM-ə. Yəni, BM-i verib mən S-mi 9 görmüşəm. Yəni, AB-nin kvadratı eləyir 36 bərabərdir. X vurulsun 9. X də bərabər olacaq 4A variantı. Ərintidə 75 qram qızıl, 300 qram gümüş var. Ərintinin neçə faizi qızıl təşkil edir? Deməli, qızıl nə qədərdir? 75. Bəs ümumi nə qədərdir? 375-dir. Bölürük, bir-birinə vururuq 100-ə. Bu da eləyəcək uşaqlar neçə? 20. K-nın hansı qiymətində x kvadrat çıx 12x plus k tənlinin köklərindən biri digərindən 3 dəfə böyükdür. Tənlinin bir kökü x-dır, digər kökü ondan 3 dəfə böyükdürsə 3x-dır. Və biz də bilirdik ki, tənlinin kökləri cəmi nəyə bərabərdir? Əks işarə ilə b-yə bərabərdir. 4x bərabərdir 12-yə, x də bərabərdir 3-ə. Deməli, tənlinin köklərindən biri 3-dür, biri 9-dur. K-nı istəyir bizdən. K nədir? Kökləri hasili 3 vurulsun 9. Eləyəcək 27 Y variantı. 17-ci suala keçirik. Paralelipipedin tərəflərindən biri 5 və hündürlüyü 6. Həcmi 60 olarsa paralelipipedin tam səthinin sahəsini bizdən istəyir. Birincisi, həcmin düsturu nədir? ABC-dir. V bərabərdir ABC. Bizə deyir ki, tərəflərindən biri 5-dir, hündürlük də 6-dır. Digərini bilmirik, amma həcm də 60-dır. Buradan vurub tapanda 30x bərabərdir 60-a, x də bərabərdir 2-yə. Demək, digər oturacağı da 2-ymiş. Tam səthin sahəsini istəyirsə, yəni S tam istəyir. S tamın düsturu nədir? 2 vurulsun AB üstə gəlsin, BC üstə gəlsin, AC. Gətirib yerinə qoyub aşağıda yazsaq, uşaqlar ya da yuxarını silim, yuxarıdan yazaq. Yuxarıda yazsaq, deməli, nə yazacağım? S bərabərdir 2 vurulsun. AB-miz nədir? 5 vurulsun 2. Üstə gəlsin 5 vurulsun 6, üstə gəlsin 2 vurulsun 6. Bütün tərəfləri bir-birinə vurdum. 2 vurulsun, 5-i 2-yə vuranda 10, 5-i 6-ya vuranda 30, 2-ni 6-ya vuranda 12. Bərabərdir 40, 52. 2 vurulsun 52, bu da eləyəcək 104 B variantı. 18-ci suala keçirik. Sırasında median 13 olarsa, x, y, k-sinin ən böyük qiymətini istəyir. Deməli, median nədir uşaqlar? Hər iki tərəfdən çıxa-çıxa gəlirdik və median ortada olanların cəmi eləyirdi. Cəminin yarısı. Deməli, x üstə gəlsin y bölünsün 2 bərabərdir 13-ə. Bu da eləyir x plus y bərabərdir 26-ya. Ən böyük qiyməti istəyir bizdən. İndi nəyin üzərinə nə gəldikdə 26 eləyər? Unutmayın,
Hasilin ən böyük olması üçün cəm bir-birinə ən yaxın olması lazımdır. Yəni məsəl üçün baxaq. 25-in üstünə 1 gəlsə 26 eləyər. 24-ün üstünə 2 gəlsək, 23-ün üstünə 3 gəlsək, belə-belə getsək ta ortada belə deyək 13-ün üstünə 13 gəlsək. Ən orta budur da 13-ün üstünə 13 gəndə 26 eləyir. 13-ü də 13-ə vurduqda 169 eləyəcək. Deməli, hasilin ən böyük qiyməti bu eləyəcək. İstəsəz bir-bir vurub yoxlaya bilərsiniz. 25-i 1-ə vurun, 25 eləyir. 24-ü 2-yə vurun, 48 eləyir. 23-ü 3-ə vurun, eləyəcək neçə? 89, daha doğrusu 69. Yəni görəsiniz ki, get-gedə qalxır qiymət. Amma ən maksimal qiymət 13 vurulsun 13 olacaq. Çünki bunu sırğa eləyin qulağınızda, hətta belə deyim, hasilin ən böyük ola bilməsi üçün cəm bir-birinə maksimal dərəcədə yaxın rəqəmlər olmalıdır. 19-cu suala keçirik. Tərəfləri 13, 4 və 4.9 13 bucağın 3-cü tərəfinin ən kiçik tam qiymətini tapın. 3 bucağın 2 tərəfi nədir? Digər ikisinin cəmi ilə fərqi arasında yerləşirdi. Ona görə də mən nə edəcəm? 13,4-dən 4,9-u bir tərəfdə çıxacam modulda, bir də toplayacam. Çıxdıqda eləyəcək uşaqlar, deməli 13,4-dən çıxıram 4,9-u eləyir 8,5. Digər tərəfdə topladıqda da eləyəcək uşaqlar, ortada toplama yazsaq eləyəcək 18,3. Bizə deyir ki, ən kiçik tam qiyməti neçə ola bilər? 8,5-dirsə, deməli 8-dən böyük ədəddir, yəni 9-dan kiçik. Verilmiş nöqtələrdən təsadüfən seçilmiş hər hansı birinin çevrəyə qədər məsafənin radiusdan kiçik olması hadisəsinin ehtimalını tapın. Birincisi, baxın, bu bir dənə B ilə F-dir ki, mərkəzdən çevrəyə qədər deməli, verilmiş nöqtələr təsadüfən seçilmiş hər hansı birinin çevrəyə qədər məsafəsinin radiusdan kiçik olması hadisəsinin ehtimalını tapın. Deməli, radiusumuz budur da, yəni hər hansısa bu uzunluqdur. Bura baxırıq, P nöqtəsi, bəli, P nöqtəsi kiçikdir, C nöqtəsi kiçikdir, Y nöqtəsi, D nöqtəsi kiçikdir, A nöqtəsi isə böyük olacaq. Bizdən nə istəyir? Ehtimalını istəyir. Ən kiçiklər hansı oldu? P, C, Y, D, yəni 4-dür. Ümumi 7 dənəsi var, 4-ü isə kiçik oldu. Deməli, ehtimalım 7-də 4 olacaq. Çünki baxın, A nöqtəsi nədir? Böyükdür də mərkəzdən, radiusdan böyükdür. B nöqtəsi ilə F nöqtəsi də düz radius uzunluqdadır. Ona görə də onları götürənməliyik. Düzbucaqlının uzunluğu enindən 3 sm böyükdür. Yəni, məsələn, mənim düzbucaqlımın uzunluğu enindən 3 sm böyükdürsə, eni x-dırsa, uzunluğu x plus 3-dür. Perimetri 26-dır. Yəni, 2 vurulsun, x üstə gəlsin, x üstə gəl 3 bərabərdir 26-ya. Buradan da yazırıq 2 vurulsun, 2x üstə gəlsin 3 bərabərdir 26-ya. 2-ni nəyə vursam 26 eləyər 13-ə. Deməli, mötərizənin içi 13-dür. Yazıram, mötərizənin içi 13-ə bərabərdir. 2x bərabərdir. 3-ü digər tərəfə keçirəndə 10 eləyir. X də bərabərdir. Hər tərəfi 2-yə böldükdə 5-ə. Sahəni bizdən istəyir. Deməli, bir tərəfim 5-dir, bir tərəfim 8-dir. Sahət eləyəcək o zaman 40. Keçirik 22-ci suala. 3 binanın hündürlükləri nisbəti 11, 14, 17. Hündürlükləri cəmi 84 metrdir. Hər binanın ilk mərtəbəsi 4 və digər mərtəbələri 3 metr olarsa, ən kiçik binanın neçə mərtəbəsi var? Öncəliklə uşaqlar, hündürlüklərin nisbəti 11K üstə gəl, 14K üstə gəl, 17K-nı bərabərləyirik 84-ə. Çünki deyir, hündürlüklər cəmi 84-dür. İndi uşaqlar cəmləsək, deməli 11 üstə gəlsin, 14 üstə gəlsin, 17 bizə verir 42-ni. 42K bərabərdir 84-də, K da bərabərdir 2-yə. Deməli, hündürlüklər nədir? 22-dir, 28-dir və 34-dür. İndi deyək ki, hər binanın ilk mərtəbəsi 4, digər mərtəbəsi isə 3 metr olarsa, ən kiçik binanın neçə mərtəbəlidir? Ən kiçik binamız nədir? 22 mərtəbəlidir. Daha doğrusu 22-dir hündürlüyü. İndi 22 hündürlüyüdür. Birinci mərtəbəm 4-dür, amma digər mərtəbələr isə 3-dür. Yəni, nədir? Məsələn, deyək ki, birinci mərtəbəm 4 metr hündürlüyündədir, digəri 3-dür. Bu formada gedir. Neçə mərtəbə var bilmirəm. X mərtəbə var, 3x qədər mərtəbə var. Amma bilirəm ki, birinci mərtəbənin üstünə digər mərtəbələr gəldikdə 22 mərtəbəli, yəni hündürlük 22 olacaq. Buradan da 3x bərabərdir. 22-dən 4-ü çıxacam. 18
3'ü nəyə vursam 18 eləyər? 6'ya, deməli x bərabər olacaq 6. Aydındırmı? Bu şəkildə. Yəqin ki, uşaqlar burada da nəsə sualda ya səhvlik var, ya da ki, cavablar səhv verilib. Çünki burada işləyincə cavabımız 6 eləyir. 23-cü suala keçirik. Diametrin uc nöqtələri verilib. Çevrənin tənliyini bizdən istəyir. Diametrin uc nöqtələri verilibsə uşaqlar, diametrin uc nöqtələri verilibsə 5, -3, deməli, -3, 3. Çevrənin tənliyini istəyir bizdən. Öncelikle radiusu taparıq. Diametrin uc nöqtələrinə uyğun radiusu tapa bilərik, elə deyilmi? Bizim uc nöqtələrimiz varsa, çevrənin radiusu nəyə bərabər olmuş olacaq? Ya bunu qurun, nədir? Adı yadımdan çıxdı. Koordinat müstəvisi qurun, belə deyim, x, y. Burada işləyim. Məsəl üçün deyin, x-i 5-dir, y-i -3-dür. Buradadır birbaşa. Biri də x-i -3-dür, y-i 3-dür. Buradadır. Bu xəttin uzunluğunu istəyir. Neyniyərəm? Düzbucaqlı üçbucaq quraram. Deyərəm ki, 5-dən 3-ə bura 8-dir, 3-dən 3-ə bura da 6-dır. Deməli, bu uzunluq 10-dur. Avtomatik nədir? Diametr 10-dur. Və yaxud da necə tapırdıq? Sondan əvvəl çıxırdıq. -3-dən 5-i çıxaram, kvadratı yüksəldərəm. Sonra 3-dən də -3-ü çıxaram, kvadratı yüksəldərəm. Bu da eləyəcək kök altda 100, yəni 10. Diametr 10'dursa radius nəyə bərabərdir? Radius da 5'ə bərabərdir. Radius 5 isə çevrənin tənliyi necə tapılır? X kvadrat üstəgəl y kvadratı bərabərdir r kvadratına. R'in yerinə 5 qoyasınız. X kvadrat üstəgəl y kvadratı bərabərdir 5'in kvadratı, yəni 25. Bu şəkildə yazacaqsınız, cavab belə eləyəcək. Keçirik indi uşaqlar növbətiyə. B'nin hansı qiymətində funksiyanın qrafiki 1-5 nöqtəsindən keçir sözü varsa, nə edirdik? Gətirib yerinə qoyurduq. Deməli, y-ı 5 yazacağım, x-in yerinə də 1. Üstəgəl 2b çıx 4. Buradan da 5 bərabərdir 1 çıx 4 üstəgəl 2b-yə. Bu da 5 bərabərdir -3 üstəgəl 2b-yə. -3-ü digər tərəfə keçirəndə 8 bərabərdir 2b-yə. B də bərabərdir 4-də. 25-ci suala baxırıq. A çoxluğunun ondan kiçik mürəkkəb ədədlər çoxluğu. Deməli, A çoxluğumuz ondan kiçik mürəkkəb ədədlər. Ondan kiçik ədədlər hansıdır? 9, 8, 7 sadədir. 6, 5, 4, 3, 2, 1 qalanları sadədir. B çoxluğu isə deyir 1, 2, 4, 8-dir. A ilə B-nin birləşməsini bizdən sayını istəyir. Sayını istəyirsə, neyinəm? Öncə yazıram. 1, 2, 4, 8, 9, 6. Bunlarda sayda neçə olacaq? Sayda eləyəcək 6 dənə. Deməli, n bərabərdir 6-ya C variantı. Belə, uşaqlar, bəzi sualların cavabları səhv gəlir, bəzi sualların da özündə səhvliklər olur. Çünki bu suallar əvvəllər verilmirdi abituriyentlərə, ona görə. Artıq sualları yekunlaşdırdıq. Kanala abunə olmağı və like etməyi unutmayın ki, daha çox materialla tanış ola biləsiniz.